20 milyondan çox tibbi xidmət göstərilib. Təbib məlumat yayıb. Təbbin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübü ərzində ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb. Bunlardan 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı ambulator olub. Yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözü gedən müddət ərzində 20 milyon 119 min 326, bunlardan 2 milyon 814 min 424 stasionar, 17 milyon 304 min 902 ambulator olmaqla tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7% artıb. Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rübə ərzində 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb ki, onlardan da 1 milyon 347 min 413-ü stasionar, 7 milyon 115 min 820-si isə ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9% artım qeydə alınıb. Yanvar-mart ayları ərzində 83 min 90 cərrahi əməliyyat və prosedur icra olunub.